Yaxşı. Dedi ki, Qaraqoyunlular ümumilikdə Səlcuq dövləti dağılandan sonra, yəni imperiya dağılandan sonra Oğuz tayfaları öz siyasi mərkəzlərini itirirlər. Oğuz tayfalarının öz siyasi mərkəzlərini itirməsi, bir əzli sürgün olunmasının səbəbi Monqol yürüşləri olacaq. Monqolların bütöv bir Mərkəzi Asiya və Azərbaycan, İran üzərinə hücumu Oğuzların Mərkəzi Asiyada, İranda və Azərbaycanda yaşayan Oğuz tayfalarının bir növ Anadoluya köç eləməsi bu Oğuz tayfalarının gələcək taleyini bir növ bəlirləyəcək, təmin edəcək. Teymuri dövlətinin bir növ zəifləməsi, süqutu, onların Türk-İslam birliyini yarada bilməməsi Oğuzların siyasi cəhətdən yenidən güclənməsinə təkan verən hadisədir. Yəni Teymuri özü Türk-İslam birliyini yarada bilmədiyi, Oğuzlar bundan istifadə edib yenidən güclənmə prosesinə baş verir. Bu Oğuz tayfalarının biri də Baharlı tayfasıdır. Baharlı tayfası 14-cü əsrdə Anadoluda, bugünkü Türkiyə ərazisində özlərinə bəyliklər yaradacaqlar. Bu Oğuz da Türk bəylikləri özləri 14-cü əsrdə kiçik bəyliklər yaratmışdır. Bu bəyliklər adətən o dövrdə məşhur idi. Yəni hətta bildiyim qədərilə ədəbiyyatda da var. Qəzi Bürhənəddin var ya, o da dövlət yaratmışdı, yəni elə bir şey. Baxın, o dövlətlərdən biri idi. Bunlardan biri də Qaraqoyunlu bəyliyi idi və ya da feodal hakimliyi idi. Bəyliyin əsasını biz burada qoyacaq Bayram Xoca. Mərkəz Van şəhəridir. Bayram Xoca bəyliyin əsasını qoyacaqdı. Bəylik yaradacaqdı. Qara Məhəmməd isə feodal hakimliyin əsasını qoyacaq. Qaraqoyunlar Azərbaycanda siyasi hakimiyyəti ələ almaq üçün mübarizə apardığı şəxslər Cəlalilər olacaqdı, sonra Ağqoyunlar olacaqdı, Ağqoyunlu bəyliyi ilə də mübarizə aparılırdı. Yəni bunların hamısına bir növ mübarizə gedirdi. Dövlət səviyyəsinə qaldıran isə Qara Yusif olacaq. Qara Məhəmməddən başlayaraq Cəlalərlə qohumluq münasibəti olacaqdı. Bu münasibət Qara Yusifin dövləti qohumluq münasibəti kimi də davam edəcəkdi. Qara Yusifin dövründə Qaraqoyunlu feodal hakiminin nüfuzu daha da güclənəcəkdi. Bu dövrdə təbii ki, bilirsiniz 14-cü 80-ci ildə Ön Asiyaya, Qafqaza Teymurun yürüşləri baş verir və Qara Yusif Cəlalərlə birləşib Teymuri hakimiyyətinə qarşı mübarizəyə başlayacaq. 1394-cü ildə Bağdad döyüşü baş verir Teymurilərlə Qara Yusif arasında və bu döyüşdə Qara Yusif belə deyək də məğlub olur Cəlalilərinə və geri çəkiləcəklər, Osmanlıya sığınacaqlar. Əmir Teymur təqribən bir neçə il Bəyaziddən bunu Osmanlıdan Qara Yusifdən Cəlalini tələb eləsə də vermədiyi üçün Ankara döyüşü olacaqdı 1402-ci ildə. Bu dərsi geniş şəkildə keçəcək. 1402-ci ildə Qara Yusif Sultan Bəyazidin tərkibində vuruşacaqdı, lakin orada da məğlub olacaqdı və qaçacaqdı Misirə. Misirdə bunu həbs edəcəkdi Misir Sultanı Qara Yusiflə Cəlaliləri, lakin bir növ Teymurun ölümü bunların bir növ öldürülməməsinə gətirəcək, xilas olacaqdılar. Və Qara Yusiflə Sultan Əhməd razılaşacaqdı ki, Teymur öləndən sonra siyasi hakimiyyəti Azərbaycanda Qaraqoyunlar alacaq, Ərəb İrəbdə Ön Asiyada isə Cəlalilər alacaq. Və bunlar birlikdə gəlirlər, qayıdırlar Azərbaycana. 1406-cı ildə Qara Yusif Araz döyüşündə Teymuri üzərində qələbə qazanacaqdı və 1408-ci ildə ikinci döyüş olan Sərdurud döyüşü idi. Bu döyüşdə də Araz döyüşü və Naxçıvan döyüşü. Bu döyüşdə də yenə Teymurlar üzərində qələbə qazandı. Hər iki döyüşdə Teymurlar üzərində qələbə qazandı. Lakin 1408 döyüşünün siyasi nəticəsi çox mühümdür. Çünki 1408 döyüşü ilə Azərbaycanda Teymur hakimiyyəti tamamilə başa çatacaqdı. Yəni bilirsiniz, Şirvanşah dərsində keçmişik. 1405 Kür döyüşündə Azərbaycanın şimalında Teymur hakimiyyəti başa çatmışsa, cənubunda və bütöv Azərbaycanda 1408 Sərduruddan başa çatacaq. Təbii ki, Qara Yusifin bu tədbirləri Qaraqoyunların nüfuzunu artıracaqdı. Bu da keçmiş dost olan Sultan Əhmədlə Qara Yusif arasında münasibətdən korlanmasına gətirib çıxacaq. Bir, Qara Yusifin nüfuzunu artması Teymurlar üzərində qələbəyə görə. İkincisi isə Qara Yusifdən Sultan Əhməd Həmədan yaylaqlarını istəyirdi və bu yaylaqları vermədiyi üçün münasibət daha da gərginləşəcək. Və 1410-cu ildə Əsəd yaxınlığında döyüşdə Qara Yusif qələbə qazanır və Cəlali dövləti süqut eləyir. Yerinə yeni dövlət olan, paytaxt dərc olan Azərbaycan Qaraqoyunlu dövləti yaranacaq. Azərbaycanda 1410-1468-ci illəri davam edir. Cənubda yaranması Manna, Atropatena verəcəksiniz, Saci, Salari, Rəvvadi, Hülakilər verəcəksiniz.
Paytaxtda Təbriz olması Rəvvadi, Eldənizlər, Hülakülər, sonra Cəlarilər və Qaraqoyunluları verirsiniz. Oxşar cəhət kimi verəcəksiniz. Yəni bu tipli bir oxşarlıqları verməlisiniz. 1410-da dedi ki, dövləti yaradacaqdır. Qara Yusif hökmdar olandan sonra feodallara torpaq paylayır, lakin köçəri feodalların da əl-qolunu yığacaqdır. Oğlu Pirbudağı 1411-ci ildə hakimiyyətə gətirəcəkdir və ona sultan titulu qəbul elətdirəcəkdir. Pirbudaq onda çox balacaydı. Təqribən bəzi mənbələrdə 3 yaşı vardı, ya 5 yaşı vardı, yəni belə bir şeydir. Sultan titulu gətirib verəcəkdi və sultan titulu alması da qızlarını oxşayacaqdı. İndi sual ola bilər ki, müəllim, niyə Pirbudaq sultan titulu qəbul edir? Niyə Pirbudağı qoyur? Əslində belə deyim də, Sultan Əhmədlə Qara Yusif türmədə yatarkən həbs olmuşdu, təzə həbs olmuşlar. Qara Yusifə xəbər gəldi ki, bəs övladımız dünyaya gəlib, adını nə qoyaq? Sultan Əhməd o zaman dönür ki, adını qoyun Pirbudaq və deyin ki, onun kirvəsi mənəm. Şərqdə kirvəli sistemi elə bir şeydir ki, bir növ iki qardaş kimidir, yəni qardaş kimi olursan və o dövrdə də Şərqdə bir qanun var idi. Sənin ataların hökmdar deyilsə, sən heç vaxt hökmdar titulu kimi qəbul olunmursan feodallar arasında. Və Pirbudağın da hamisi avtomatik Sultan Əhməd olduğu üçün Sultan Əhmədin ataları hökmdarlıqdan gəlir axı Cəlari dövlətinə. Və onun davamı kimi Pirbudağı güya ki Sultan Əhməd ölərkən vəsiyyət edir ki, hakimiyyətin tamamilə idarəsini kimə verirəm? Pirbudağı verir. Təbii ki, Pirbudağın da o yaşı az idi, nə idarə edəcək? Hamı bilir ki, idarənin arxasında kim durur? Qara Yusif durur. Ona görə də Pirbudağı hakimiyyətə gətirir. Və 1411-ci ildə Pirbudağın hakimiyyət gəlməsi, sultan titulu qəbul eləməsi bir növ belə dedi, dövlətin qismən də onun Qaraqoyunların hakimiyyət keçməsinə qanuniləşdirir. Bundan sonra Qara Yusif Azərbaycan şimalına hakimiyyət yaymaq istədi. Təbii ki, bu şimalda kim idi? Şirvanşahlar dövləti idi. Şirvanşahlar münasibətdə niyə gərginləşmişdi? İbrahim Dərbəndinin Qaraqoyunlara tabe olmaq istəməməsi. İbrahim Dərbəndin Əsəd döyüş ərəfəsində oğlunu göndərməsi, Kərimürəsi göndərməsi Sultan Əhmədin yanına köməyə. Üçüncüsü də İbrahim Dərbəndin özünün hakimiyyətini şimalda və Gürcüstanda yaymaq siyasəti xoşa gəlmir. Və buna görə də 1412-ci ildə iki dövlət Kür döyüşündə qarşılaşacaqdı. Kür döyüşündə qarşılaşır. Təbii ki, İbrahim Dərbəndin yenə müttəfiqləri Gürcülər və Şəki hakimliyi idi və 1412 Kür döyüşündə Qaraqoyunlar qələbə qazanır. Gürcü hökmdarı və 300 əyanını elə yerindəcə edam elətdirir. Şəki hakimini İbrahim Dərbəndə əsir kimi gətirir Təbrizə. Və Təbrizdə ona deyir ki, kim xilas eləmişsə 1200 tümən pul verməlisiniz. O dövrdə bilirsiniz də 1406-da İbrahim Dərbəndi Təbriz cəmaatının gəlib qayda qanunu yaratmışlar. Təbriz cəmaatını ədalət yaratmışlar. Təbriz cəmaatı sənətkar və tacir vəfa borcu olaraq o 1200 tüməni yığırlar, Qara Yusifə verirlər və İbrahim Dərbəndi bir növ belə deyək də Qara Yusifin Tərbəli adı altında Şirvanşahların hakimi kimi tanınacaqdır. İndi burada bu tipli sual düşə bilər. 1412 Kür döyüşü nəticəsində Qaraqoyunlar Azərbaycan Kürdən şimala hakimiyyətini yaya bilərlər. Bu tipli düşə bilər. Məsələn, siz biri Şirvanşahlar tabilə. Tamam, bu dümdüz faktdır. Bildiniz? Məntiqi faktı Kürdən şimala hakimiyyətin yayılması və yaxud da şimalı özünə tabi eləməsi. Təbii ki, Qaraqoyunların Şirvanşahlara tabi eləməsi Saci, Salari, Eldənizlər, Hülakülər, Monqollar, Cəlarilər, Teymurilər, Xərəzmşahlarla bütöv bir oxşarlığı da verəcəyik. Yəni siz də qeyd eləməlisiniz kitabınızda. Sonra bu dövrdə Qaraqoyunlarla Teymurlar arasında münasibət yenidən gərginləşəcək. Qara Yusifin Sultaniyə və Qəzvini ələ keçirməsi, Teymurların əlinə alması Şahruxun xoşuna gəlməyəcək. Və Şahrux 1420-ci ildə yürüyüşə hazırlaşacaq. Bu yürüyüş ərəfəsində Qara Yusif o da hazırlıq görəcəkdir, lakin Qara Yusif vəfat edir və yerinə Qara İskəndər gələcəkdir. Qara İskəndər gəlir. Qara İskəndərin dövründə Şahruxla iki döyüş olur. 1421-ci il Alaşkert, 1435-ci il Təbriz döyüşləri idi. Təbriz döyüşləri olacaq. Qara İskəndərlə Şahrux arasında toqquşmada burada Qaraqoyunlular öz yerində, həm də Şirvan və Teymuri qüvvələr var idi. Yəni Şahruxla Xəlullah müttəfiq olub Qaraqoyunlara qarşı mübarizə aparır. Bu İbrahim Dərbəndlə Teymurun oxşar cəhətidir. Yəni müttəfiq olub birlikdə mübarizə aparmaz. Hər iki döyüşdə İskəndər məğlub olur. Sonuncu döyüşdə Təbrizdə Qara İskəndər taxtdan salınır və yerinə Qaraqoyunlu hökmdarı Cahanşah hakimiyyətə gələcək. Cahanşahın hakimiyyət dövrü iki hissəyə bölünür.
Çünki kimin köməyinə hakimiyyət eləmişdi? Şahruxun köməyinə hakimiyyət eləmişdi. Onca iki hissəyə bölündü. Bunun birinci dövrü 1436-1447 asıllıq dövrüdür. Yəni Şahruxdan asıllıq dövrüdür. İkinci dövrü isə 1447-1467 isə müstəqil siyasət elədi. Asılı halda olduğu dövrdə bir çox islahatlar keçirəcəkdir. Birinci nə edəcəkdir? Yerli sənətkarlara və yerli əhaliyə arxalanaraq, yəni oturaq əhaliyə arxalanaraq və sənətkarlara, tacirlərə arxalanaraq köçəri feodala qarşı mübarizə aparacaq. Köçəri feodala qarşı mübarizə aparması Qazan xandan oxşayacaq olacaq. Bu öz yerində. Hərbi istilah keçirəcəkdi. Hərbi istilah keçirən kimlər olacaqdı? Tiyaksar, sonra Şavur, Mete, Teoman, Məhəmməd Can Pələman, Şəmsəddin Dəniz, Böyük Karol Martı. Yəni hərbi istilah keçirənlərin hamısı bir-bir qeyd edirsiniz özünüzdə. Sonra Cahan Şah nə edir? 1458-də Şahruxun ölümündən sonra Teymurlərə qarşı mübarizə aparır. Bu yuxusunda görmüşdü ki, Teymurun taxtına oturacaq və Teymurun üzüyünü taxacaq. Ondan bir il sonra o yuxunu həyata keçirir və 1458-də Herata daxil olur, Teymurun taxtına oturur. Amma sizin kimi xeyirli övladları olan, bu Pirbudaq deyil, başqa Pirbudaqdır. Pirbudaqla Cahan Şah, Cahan Şah oğlanlar olan Pirbudaqla Həsən Əli Təbrizdə və Bağdadda qiyam qaldırdığı üçün Cahan Şah Heratda çox qala bilmir və 1459-cu ildə üsyanları yatırmaq üçün məcbur geri çəkiləcəkdir və Heratda Əbu Səidlə müqavilə bağlı geri çəkilir. 1460-da isə bu dövrdə Səfər və Ərdəbil hakimliyi çox güclənmişdi, Şirvana yürüyüşlər edirdi və Şirvanşahlarla birlikdə onları Samur döyüşündə məğlub eləyəcəkdir. 1467-ci ildə isə Muş döyüşündə Ağqoyunlu Uznəsənlə qarşılaşır və orada qəfildən hücuma məruz qalır və öldürülür. Və bu Qaraqoyunlu dövlətinin zəifləməsinə və süqutun sürətlənməsinə gətirib çıxaracaqdır. 1468-ci il isə Uznəsən sonuncu Qaraqoyunlu hökmdarı Həsən Əlini Təbrizə daxil olub taxtdan salaraq Qaraqoyunluların varlığına son qoyacaq. 15-ci əsrdə süqut eləməsi Qaraqoyunlu dövlətini Bizansla bərabərində isə Trabzon krallığı ilə oxşar cəhət vermək olar.